Çox dəyərli Sahibə xanım, hörmətli parlament üzvləri, hökumət nümayəndələri, bugün müzakirəyə təqdim olunan bu qanun layihəsi və Hesablama Palatasının bununla bağlı rəyi gələcəyə yönəlmiş milli vizyonumuzun konseptual göstəricisidir. Təqdimat edənlərə öz təşəkkürümü bildirirəm. Və qeyd etmək istəyirəm ki, həmkarımız Tarım əmdə qeyd etdiyi kimi, rəqəmlər hər zaman dəyişə bilər, iqtisadi göstəricilər qlobal bazardan asılı olaraq dalğalana bilər, lakin dəyişməz olan bir həqiqət vardır ki, bu da Azərbaycanın iqtisadi siyasətinin fəlsəfəsinin dayanıqlılıq, daxili resursların diversifikasiyası və gələcək nəsillərin rifahı üzərində qurulmasıdır. Mən çıxışımda diqqətimi büdcə icrasının fundamental konseptual istiqamətlərinə, enerji təhlükəsizliyinə, ekoloji ekosistemimizə və yaşıl gələcəyə keçid strategiyamıza yönəltmək istəyirəm. Birinci istiqamət qlobal konjunktur və dekarbonizasiya trendidir ki, dünya bugün sürətli və qaçılmaz bir transformasiya dövrünü yaşayır. Hesabat ili göstərdi ki, ənənəvi enerji sektorunda qlobal konjunktur səbəbindən daralmalar müşahidə olunsa da, ölkəmizin ümumi iqtisadi artımı tamamilə qeyri-neft sektorunun, yəni real sənayenin, innovasiyaların və xidmət sahələrinin hesabına təmin edilmişdir. Bu, cənab prezidentimizin rəhbərliyi ilə uzun illərdir həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi strategiyasının nəticəsidir. Bununla belə, biz reallığı düzgün qiymətləndirməliyik. Büdcə gəlirlərimizin strukturunda ənənəvi enerji sektorunun çəkisi hələ də əhəmiyyətli dərəcədə qalmaqdadır. Bu amil bizə bir strateji öhdəlik qoyur. Biz neft rasionallığından yaşıl enerji rasionallığına keçidi daha da sürətləndirməli və daxili iqtisadiyyatımızın strukturunda ekoloji innovasiyalara dayanan sahələrin sayını artırmalıyıq. İkinci istiqamət yaşıl büdcə və ekoloji fondların effektiv idarə edilməsidir ki, bu da Azərbaycanın orta müddətli inkişaf strategiyasında təmiz ətraf mühit və yaşıl artım ölkəsinin milli prioritetlərdən biri kimi təsbit edilmişdir. Və biz dövlət büdcəsinin icrasına milli prioritetləri maliyyələşdirən strateji alət, yaşıl büdcə prizmasından da yanaşmalıyıq. Hesabatda məqsədli büdcə fondlarının idarə etmə mexanizmində edilmiş hüquqi dəyişikliklər və vəsaitlərin vahid xəzinə sistemində təmərküzləşməsi qeyd olunur. Xüsusilə mineral xammal bazasının bərpası, habelə su bioresurslarının mühafizəsi və artırılması ilə bağlı fondların fəaliyyəti konseptual olaraq yenidən dəyərləndirilməlidir. Layihə dövründə adı çəkilən yaşıl büdcə ilə bağlı təəssüf ki, büdcənin icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdə müfəssəl məlumatlara rast gəlmirik. Bizim yanaşmamız düşünürəm ki, belə olmalıdır ki, təbii resurslardan istifadəyə və ekoloji haqlara görə büdcəyə daxil olan hər bir manat birbaşa olaraq həmin resursların bərpasına və ölkədə sıfır tullantı fəlsəfəsinin qurulmasına xidmət etməlidir. Üçüncü istiqamət azad edilmiş ərazilərdə ağıllı mühit və dayanıqlı investisiyalar olmalıdır ki, yəni investisiya xərclərinin dinamikası dövlətimizin quruculuq fəaliyyətinin miqyasını göstərir. Qarabağ və Şərqi Zəngəzurun bərpası mərhələsində böyük infrastruktur layihələri öz ilkin mərhələsini tamamladıqca bizim qarşımızda yeni bir vəzifələr dayanır. Dövlət əsaslı vəsait qoyuluşlarının səmərəliliyi yoxlanarkən, bu layihələrin icra sürəti, keyfiyyəti xüsusi nəzarətdə saxlanmalıdır. Su idarəçiliyi, tullantıların səmərəli idarə olunması və alternativ enerji şəbəkələrinin inteqrasiyası sayəsində hər hansı bir ləngimə yaşıl zona konsepsiyamıza xələl gətirə bilər. Və hökumətin əsaslı vəsait qoyuluşu siyasətində ekoloji komponent hər zaman ən mühüm meyar olaraq qəbul edilməlidir. Eyni zamanda qanunvericiliyin tələblərinə tam əməl etməklə investisiya xərclərinin sektoral icrası ilə bağlı məlumatların, xüsusilə maliyyə və qeyri-maliyyə məlumatlarının bizə təqdim olunan sənədlərdə birgə verilməsi, bu sənədlərin analitik dəyərlərinin artırılmasına, görülən işlərin qiymətləndirilməsinə xidmət edə bilər. Qeyd olunan konseptual hədəfləri, tövsiyələri rəhbər tutaraq, mən Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsini icrası haqqında qanun layihəsini dəstəkləyirəm və deputat həmkarlarımı da dəstəkləməyə dəvət edirəm. Çox sağ olun.